Bax, soruşursunuz həyət evinin üstünlükləri. Həyət evinin üstünlükləri haqqında danışmaq istəyirəm. Öz bağçamda gəzirəm. Gəzirəm burada, hava alıram. Düzdür, indi bina evi də ayrıdır. Biz uzun illər bina evində yaşamışıq. Bu güllərin rənginə baxın. Qışda bunlar olur belə rəng, yaşıl. Yayda olur bu rəng. Çox bəyənirəm. Burada da bir dənə var. Hə, demək istəyirəm ki, nə yaxşıdır. Öz həyətində gəzirsən. Düzdür, rasxodu çoxdur həyət evinin. Qonaq qəbul edirsən, öz şəxsi basenində çimmirsən. Nə bilim, çox üstünlükləri var da. Bu kremlevsk ağaclarıma baxın. Uca uzanıb. Bax, bu boyda idi. Görün nə qədər artıb. Çox gözəl artıb. Gerək bu yaxınlarda qazonlarımı da biçdirim. Palmam nəsə bunu da biraz düzəltsinlər gərək. Ruslan gəlib işləyib. Buradayam canım. Mənə deyirsən, çıx çölə sənə nə salmışam. Yaşıl alma almısan. Yaşıl alma almısan. 350 qəpik. Nəsə mən alıb görək nə alıb. Getdim. Nəsə mənə deyib çıx çölə, mən də sevinəcəm. Gözümü yumum. De Kur'an hakkı. Ay mama. De Kur'an hakkı. Sanmadı söylüyor. Saatın da məni öldürür. Ay dostlar, sizə deyə bilmərəm ki, mən bir şey bəlkə arzulayanda, bəlkə istəyəndə, bəzən olur məndə ki, pul qazansam da, əlim gəlmir ki, onu alım. Ruslan. Ruslan çox sağ ol ürəyim mənim. Sen sağ ol. Xeyir olsun. Qulaq azı. Ay Allah, sən bu yaxşılığını mən itirə bilmərəm. Aha. Sən ala göstərsən. Ay dostlar, mən bunu nə qədər istəyirdim. Hər dəfə də bunu atırdım. Deyirdi, nə inəyim? Pas Bakıya gəlmirdi. İndi artıq Bakıda var deyəndə mənim üçün alıb. Aha. Elə bir moldasan Ruslan. Hə. Şeylər dəyişeyim burada. Çok bir şey değil. Ay Ruslan ne güzeldi. Sağ ol. Sağ ol. Çok sağ ol. Aa. Instagram da yükləyə bilərik, hə? Instagram da yükləyə bilərik. Her şeyi de ben.